Bugün o ne diyor test edəcək? Yəni test eləyib nə vaxt öləcəyimizi öyrənəcəyik. Baxaq görək suallara. Birinci sual. Öncəliklə kaç yaşında olduğunu öyrənelim. 20-dən aşağı qoyacaq yaşı. Nədir? Sabit bir işin varmı? Yox, valla. Üçüncü sual nədir? Peki ya düzənli bir ilişkin varmı? Hayır deyirəm bunda. Bu dodaqlar nə əlaqə? Sağlıqlı olduğunu sorsaq, bilmiyorum ki, çox sağlıqlı deyiləm. At gibiyim, idarə edər. İdarə edər seçirəm. Yəni lap elə çox sağlam deyiləm. Bu həyatda nə yapdığını, həyatın amacına falan dair ən ufaq bir fikrin varmı? Təbii ki, insan gərək qarşısına məqsəd qoysun. Çoluq, çocuq, bu nə danışır? Deyir 20-dən aşağı da yaşın. Verdiyi suala bax bir dənə. Yox da yox. 7-ci sual nə deyir? Yəni özünü necə bir insanlara tanıdırsan. Mən iyimsər seçərəm yəni. Kötümsər insanlardan üstə zəhləm gedir. Deyir başın ağrırsa nə yaparsan? Yəni başın ağrırsa nə edərsən? Həkimə gedərəm, masaj sallamam, vecimə almam. Onu seçərəm. Yatıb durandan sonra tezdən başlayır adamın başı ağrımağa. Mən vecimə almaram seçirəm. Osu da düzəlir də 1-2 saata. Nə verəlim abimizə? Ver pizzayı kanka. Pizzanı seçirəm burada. Axırıncı suala gəldik. Mutlu musun? Kesinliklə mutluyum. Aha, cavab çıxdı. Görüm nə deyir. Görək bir neçə yaşımızda öləcəyik. Senin bu dünyada geçireceğin yaklaşık 10 yılın var. Bu yüzden bu evrende geçirdiğin her saniyenin, her salisinin keyfini çıkarmaya bak. Olsa da keyfini çıkarıram belədir. Daha önce hiç görmediğin yerlere gidebilirsin. 10 il hələ yaşayacağım yani. Yeni insanlarla tanışabilirsin. Addım atmaktan korktuğun hayallerini yerine getirebilirsin. Bizcə 10 yıl gayet uzun bir süre. Məncə də uzun bir süre. Nə vaxt öləcəyimizi Allahdan başqa heç kim bilə bilməz. Belə adi bir test elədim. 10 il var qarşımızda elə videolar atmağa çalışacağıq. Belə şeylərə inanmıram həqiqətən. Verdiyi suallar heç düzəməli deyildi. Bu tip videoların gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sevilirsiniz.